Salam. Bugün sizinle birlikte Azərbaycanın Ticarət Gəmişliyi məcəlləsinə bir nəzər salacaq. Məqsədimiz bu mühüm sənədin əsas qaydalarını, dəniz ticarətinin arxasındakı o, necə deyərlər, qanunları anlamanıza kömək etməkdir. Başlayaq. Salam. Bəli, bu məcəllə doğrudan da dənizlə bağlı çox geniş bir spektrə əhatə edir. Yəni təsəvvür edin, təkcə yük və sərnişin daşımaq deyil. Yəqin daha çox şey var. Əlbəttə. Balıqçılıq, elmi tədqiqatlar, hətta o sualtı kabellərin çəkilməsi. Bütün bunlar bu sahəyə aiddir. Onu da qeyd edim ki, əgər məcəllədə bir məsələ tam tənzimlənməyibsə, o zaman Azərbaycanın ümumi mülki qanunvericiliyi işə düşür. Aydındır. Bəs maraqlıdır, bu qaydalar dənizdə üzən hər şeyimə aiddir. Məsələn, kiçik bir qayıq ya da bir hərbi gəmi, onlar da bu məcəlləyə tabe edirmi? Var, dəniz gəmiləri üçündür. Hətta o gəmilər müvəqqəti olaraq deyək ki, bir çayda üzsələr belə, yenə də bu qaydalar qüvvədə qalır. Hətta çayda olsalar belə. Bəli. Və çay-dəniz tipli gəmilər var. Yəni həm çayda, həm dənizdə işləyə bilən. Onlara da müəyyən şərtlərlə bu məcəllə şamil olunur. Amma çox vacib bir məqam var. Buyurun. Hərbi gəmilər və bir də sırf dövlət məqsədləri üçün istifadə olunan, amma heç bir ticarət işi görməyən gəmilər, onlar bu məcəllənin təsir dairəsinə düşmür. Yalnız məcəllədə xüsusi olaraq göstərilən hallarda tətbiq edilə bilər. Çox maraqlıdır bu istisnalar. Yaxşı, bəs gəminin üzərində Azərbaycan bayrağının olması. Bu nə ifadə edir? Sadəcə bir simvoldur, yoxsa hüquqi mənası var? Yox, bunun çox ciddi hüquqi əhəmiyyəti var. Gəmiyə Azərbaycan bayrağı altında üzmək hüququ verilməsi, o deməkdir ki, həmin gəmi müəyyən tələblərə cavab verir və bu hüququ alan hər gəmidə o bayrağı daşımalıdır. Yəni bu onun kimliyidir, belə deyək. Məhz elə, milli mənsubiyyətini göstərir. Təbii ki, əgər gəmi sonradan məsələn tələblərə cavab verməsə və ya başqa şərtlər pozulsa, bu hüququ itirə də bilər. Başa düşdüm. Belə çıxır ki, bir gəminin qanuni şəkildə üzməsi üçün xeyli sənəd lazımdır. Yəqin ki, siyahı uzundur, hə? Ən vacibləri hansılardır? Hə, yetərincə var. Deməli, əsas məsələ odur ki, gəmi təhlükəsiz olmalıdır səfərə çıxmaq üçün. Gəmi dənizə buraxılmazdan əvvəl ciddi yoxlamalar, sənədləşmələr aparılır. Təbii ki, təhlükəsizlik önəmlidir. Bəli. Əsas sənədlərə nələr daxildir? Məsələn, gəminin kimə aid olduğunu göstərən mülkiyyət hüququ sənədi, sonra Azərbaycan bayrağı altında üzmə hüququnu təsdiqləyən şəhadətnamə. Beynəlxalq sənədlər də var yəqin. Var, əlbəttə. Beynəlxalq təhlükəsizlik standartlarına uyğunluğu göstərən sənədlər, məsələn, İSPES kodu var bu, beynəlxalq gəmi və liman vasitələrinin mühafizəsi kodudur, terror təhlükələrinə qarşı tədbirlərə əhatə edir. Sonra heyət siyahısı, gəmi jurnalı, maşın jurnalı, başqa texniki jurnallar, sanitar sənədləri. Maşallah. Hə, biraz çoxdur, amma kiçik gəmilər üçün təbii ki, qaydalar bir qədər sadədir. Bir də maraqlı bir detal var, demək olar ki, bütün əsas sənədlərin əsli gəmidə olmalıdır, yalnız mülkiyyət sənədinin təsdiq edilmiş surəti də keçərlidir, gəmi jurnalı isə sonuncu qeyd yazıldıqdan sonra 3 il gəmidə qalmalıdır. 3 il, maraqlıdır. Bəs bütün bu məlumatlar, gəminin qeydiyyatı harda aparılır? Necə rəsmiləşdirilir? Gəmilər üçün xüsusi reyestrlər var, əsasən dövlət gəmi reyestri, sonra Berbot Charter reyestri, bu əsasən heyətsiz icarəyə verilən gəmilər üçündür. Bir də daha kiçik ölçülü gəmilər üçün gəmi kitabı. Bu reyestrlərə hər kəs baxa bilir? Bəli, bu reyestrlər açıqdır. Yəni, maraqlanan istənilən şəxs müraciət edib, oradan məlumat, çıxarış ala bilər. Gəmi, məsələn, məhv olanda, tam yararsız vəziyyətə düşəndə və ya bayraq hüququnu itirəndə, reyestrdən silinir. Gəldik çox maraqlı bir fiqura, gəmi kapitanına. Onun rolu nədən ibarətdir? Yəqin ki, sadəcə bir rəhbər deyil. Heç də elə deyil. Kapitan bütün heyətin başçısıdır. Gəminin idarə olunmasına birbaşa cavabdehdir. Qanun hətta çox dramatik bir tələb qoyur. Gəmi batmaq təhlükəsi qarşısında qalarsa, kapitan gəmini ən axırıncı tərk etməlidir. Ciddi məsuliyyətdir. Təsdiq edə bilər və bu sənəd quruda notariusun təsdiqlədiyi sənədlə eyni hüquqi qüvvəyə malik olur. Doğrudan bu inanılmazdır. Dənizin ortasında notarius kimi. Elədir.
Bu, dəniz hüququnun unikallığını göstərir. Bundan əlavə, əgər gəmidə bir cinayət əməlinin törədilməsinə dair şübhələr yaranarsa, kapitan ilkin təhqiqat hərəkətlərini həyata keçirmək səlahiyyətinə malikdir. Sanki müvəqqəti olaraq təhqiqat orqanının funksiyasını yerinə yetirir. Çox maraqlı səlahiyyətlərdir. Bəs ticarətin özünə gələk. Yük daşımaq, sərnişin aparmaq. Bu işlər necə tənzimlənir? Məsələn, mən bir yük göndərirəmsə, hansı müqavilədən söhbət gedəcək? Məcəllə bu sahədə də əsas müqavilə növlərini əhatə edir. Ən çox yayılmışı, əlbəttə, dənizlə yük daşınması müqaviləsidir. Bu müqaviləyə görə daşıyıcı, yəni gəmi sahibi və ya onu icarəyə götürən şəxs yükü təyin olunan limana çatdırmağı öhdəsinə götürür. Yük göndərən də pulunu ödəyir. Bəli, yük göndərəndə bunun qarşılığında fraxt adlanan daşıma haqqını ödəyir. Bu müqavilənin iki əsas forması var. Ya charterlı olur, yəni bütün gəmi və ya onun bir hissəsi konkret bir səfər üçün kirayələnir, ya da chartersız. Bəs bu müqavilənin olduğunu nə sübut edir? Müqavilənin mövcudluğu adətən charter sənədi, konosament, bu çox vacib sənəddir. Yükün qəbul edildiyini və daşınma şərtlərini göstərir və ya başqa yazılı sübutlarla təsdiqlənir. Amma təkcə yük daşıma deyil əlbəttə. Başqa hansı müqavilələr var? Sərnişinin daşınması müqaviləsi var, sonra time charter var bu, gəminin müəyyən müddəti heyəti ilə birlikdə icarəyə verilməsidir. Yedəkləmə müqaviləsi var, yəni bir gəmi digərini dartıb aparır. Gəmi agentliyi müqaviləsi var, bu da gəmi sahibinin adından limanda müxtəlif işləri görən şirkətlərlə bağlanır və təbii ki, dəniz sığortası müqavilələri də məcəllə ilə tənzimlənir. Aydın oldu. Hər şey qaydasında gedəndə əladır. Amma təəssüf ki, bəzən qəzalar da olur. Toqquşmalar, dənizin çirklənməsi. Belə xoşagəlməz hallarda məsuliyyət necə müəyyən olunur? Bəli, məcəllə bu çox ciddi məsələlərə də geniş yer ayırır. Məsələn, gəmilərin toqquşması nəticəsində dəyən zərərə görə məsuliyyət qaydaları var. Xüsusilə də neft və ya digər təhlükəli maddələrlə dənizin çirklənməsi nəticəsində yaranan zərərlər. Bunların aradan qaldırılması, kompensasiyası detallı şəkildə tənzimlənir. Yəqin ki, məbləğlər çox böyük olur. Bəli, çox böyük ola bilər. Buna görə də maraqlı bir hüquqi mexanizm mövcuddur. Gəmi sahibi müəyyən şərtlər daxilində öz məsuliyyətinə qanunla müəyyən edilmiş bir həddə qədər məhdudlaşdıra bilər. Bu əslində dəniz biznesindəki risklərin idarə olunması üçün vacib bir elementdir. Amma yəqin ki, hər zaman məhdudlaşdırmaq olmur. Əlbəttə, məsələn, zərər qəsdən törədilibsə, məhdudlaşdırma hüququ olmur. Bir də təhlükəli yüklər daşıyan gəmilərin sahibləri üçün məsuliyyətin sığortalanması və ya başqa bir maliyyə təminatının olması ümumiyyətlə məcburidir. Başqa hansı hallar var? Məsələn, xilasetmə əməliyyatları da məcəllədə tənzimlənir. Və bir də ümumi qəza anlayışı var. Bu o deməkdir ki, əgər gəmini və ya yükü xilas etmək üçün qəsdən bir zərər vurulursa, məsələn, yükün bir hissəsi dənizə atılırsa, bu zərərin xərci səfərin bütün iştirakçıları arasında bölüşdürülür. Mübahisələr yarananda isə dəniz protesti adlanan rəsmi sənəd tərtib edilir və tələblər irəli sürmək üçün müəyyən iddia müddətləri var. Məsələn, yük daşınması ilə bağlı bir probleminiz varsa, adətən bir il ərzində məhkəməyə müraciət etməlisiniz. Çox sağ olun. Həqiqətən belə aydın olur ki, Azərbaycanın ticarət gəmiçiliyi məcəlləsi sadəcə quru qanunlar yığını deyil. Bu, dənizçilik kimi çox şaxəli, mürəkkəb və beynəlxalq xarakterli bir sahənin, demək olar, bütün tərəflərini əhatə edən əsaslı bir bələdçidir. Tamamilə razıyam. Bu qaydalar olmasa, dəniz ticarətində, ümumiyyətlə dənizçilikdə nizam-intizamı, təhlükəsizliyi təmin etmək çox çətin olardı. Sonda isə icazənizlə dinləyicilərimiz üçün bir düşüncə toxumu atım. Buyurun, maraqlıdır. Baxın, dənizçilik öz təbiətinə görə beynəlxalqdır, sərhədləri aşır. Azərbaycan kimi Xəzər dənizinə çıxışı olan, amma birbaşa açıq okeanlara çıxışı olmayan bir ölkənin milli dəniz qanunvericiliyi beynəlxalq sularda fərqli hüquqi sistemlərlə, beynəlxalq konvensiyalarla qarşılaşdıqda nə dərəcədə effektiv işləyə bilir və bu kəsişmə nöqtələrində hansı potensial çətinliklər, uyğunlaşma məsələləri yarana bilər? Məncə, bu üzərində düşünməyə dəyər bir sualdır.